Yüngül, doyumlu, ləzzətli salat istəyirsinizsə bunu mütləq hazırlayın. Qırmızı soğanı xırda-xırda doğrayın. Çeri pomidorunu 2 hissəyə bölün. Mən sizə deyim ki, inanın hər gün yesəz də ürəyinizi vurmayan bir ləzzətli salatdır bu. Daha sonra kahını doğrayırsınız. Kahını Pekin kələmi ilə də əvəz edə bilərsiniz. Yəni varsa ondan edin. Daha sonra makaronları suda qaynadırsınız. Adi elə bir tam bişirirsiniz. Bişdikdən sonra əlavə edirsiniz tavaya. Üzərinə zövqə görə Holland pendiri əlavə edirsiniz. Vurmaya da bilərsiniz və 240 dərəcədə bişirirəm tam qızarana kimi. Kənarda sos hazırlayıram. Doktor Milk'in xamasından istifadə edirəm. Mayonez, smetan və qatığı qarışdırıram. Limon və duru yağ da əlavə edirəm. Sos hazırdır. Salata əlavə edirəm. Dəhşət dadlı bir salat alınır. Hazırlayın. İnanın mənə təşəkkür edəcəksiniz. Zövqə görə şirin qarğıdalı da vura bilərsiniz. Zövqə görə qarğıdalı da əlavə edə bilərsiniz.